Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün sizə uşaq bağçalarında təsviri fəaliyyətin təşkili metodikası mövzusunda dərs izahı çəkirəm. Mövzumuz maraqlıdır, amma bir qədər çətindir. Çətin ona görə ki, xırda məqamlar çoxdur. Mən çalışacağam ki, bu videoda ən xırda detalları çox rahat, aydın formada sizə çatdırım. Ən əsası isə testdə hansı hissələr düşürsə, onları sizin nəzərinizə çatdırım. Çünki burada gördüyünüz kimi, yəni uzun-uzadı cümlələr çoxdur. Bizə isə imtahana düşə biləcək hissələr lazımdır. Mən də istəyirəm ki, o hissələri biləsiniz. Demək, təsviri fəaliyyətin 4 növü var. Hansılardır? Rəsm, aplikasiya, yapma və quraşdırma. Demək, biz başlayırıq rəsm fəaliyyətindən. Rəsm fəaliyyəti birinci kiçik qrupdan başlayır, yəni 1-2 yaşdan başlayır. Burada nələr yerinə yetirir uşaqlar? Burada uşaqlar müəllimin çəkdiyinə nəzər yetirir. Yəni, onların diqqəti müəllimin fəaliyyətində olur və müəllimin fəaliyyətini təkrarlayırlar. Ən əsası isə birinci kiçik qrup rəsmdə uşaqlar düzgün qələm tutma metodikasına yiyələnirlər. Yəni, müəllim onlara izah edir ki, qələmi necə tutmaq lazımdır. Şəkildən də göründüyü kimi, məsələn, 3 barmaq texnikası, birinci, ikinci, üçüncü. Artıq birincində, yəni barmağın arasına qələmi yerləşdirir, ikincində artıq tutur, üçüncündə isə artıq yazır. Yəni ki, bu texnikaya yiyələnmə qaydasını öyrədir. Burada təkcə qələmdən söhbət getmir və ya karandaşdan söhbət getmir. Eyni zamanda flomaster və digər, belə deyək, materiallardan da istifadə qaydası, xüsusilə də qələm, flomaster və fırça nəzərdə tutulur. Təbii ki, uşaq düzgün şəkildə qələm, karandaş, fırçanı tuta bilirsə, o düzgün şəkildə ayaqqabısının bağını da bağlaya biləcək, paltarını da düyməsini bağlaya biləcək. Yəni, bunlar hamısı birinci kiçik qrupdan uşağa mənimsədilməlidir. Yəni, əsas məsələ kiçik motorikanın inkişafıdır. Əgər uşağın kiçik motorikası inkişaf etsə, digər fəaliyyətləri də sərbəst şəkildə yerinə yetirə biləcəklər. Demək, birinci kiçik qrup rəsm fəaliyyətində nələr oldu? Uşağa qələmi, flomasteri, fırçanı düzgün tutma qaydasını öyrətmiş oldu. Daha sonra vacib olan məqam isə bunu yerinə yetirmək üçün nələr etmək lazımdır? Məsələn, qeyd olunubdur ki, mum təbaşırı xırda hissələrə parçalayın. Yəni, mum təbaşırı xırda hissələrə parçalayanda balaca hissələr olur. Uşaq 3 barmağından istifadə edərək həmin o təbaşırı tutmağa çalışır. Daha sonra kiçik və qalın təbaşırlardan istifadə edin. Təbii ki, ölçüyə görə uşağın barmağı da müxtəlif formada, yəni belə deyək, əyilə bilir. Daha sonra rəsmi divarda, lövhədə, maili səthdə çəkmək. Təbii ki, bu zamanda uşağın biləyi müəyyən istiqamətdə əyilə bilir ki, bu da onun kiçik motorikasının inkişafı deməkdir. Təbii ki, biz həmişə uşağa qələmdir, fırçadır, karandaşdır. Yəni, bunları tutma qaydasını öyrədirik. Bunları təbii ki, uşaq düzgün şəkildə tutanda, onun sonraki mərhələsində də kiçik motorikası düzgün şəkildə inkişaf etmiş olur və uşaq özünü idarə etmiş olur. Birinci texnika nə oldu? Uşağın qələmi düzgün tutması. Gəlirik ikinci kiçik qrup rəsm fəaliyyətinə. İkinci kiçik qrup rəsm fəaliyyətində artıq uşaq əşyanı qavrama bacarığını öyrənir. Yəni, uşaq əlinə aldığı əşyaları iki əlindən tutaraq onu qavramağı öyrənir. Yəni, onu artıq qavrayır, yəni iki əlinə toxunur, yəni onu hiss eləyir. İkinci kiçik rəsm fəaliyyətində əsas məsələ, diqqətimizi çəkən məsələ uşağın düzgün oturuş qaydasıdır. Belə ki, uşaq necə oturmalıdır? Ayaqları döşəmədə olmalıdır. Üzr istəyirəm. Deyir, əmin olun ki, masa və oturacaq uşağın boyuna uyğundur. Təbii ki, aydın məsələdir. Uşağa uyğun stol və stul olmalıdır. Ayaqları döşəməyə çatmalıdır. Uşağın kürəyi söykənməlidir. Qolları masanın üzərində olmalıdır və onurğa sütunu düz olmalıdır. Yəni, ikinci kiçik qrupa aid oldu uşağın qavrama, əşyaları qavraması və digəri isə uşağın oturuş qaydası. Bu iki nüansa xüsusi diqqət edin. Daha sonra gəlirik orta qrup. Orta qrupda isə artıq uşaq səliqəli rəngləməyi öyrənir.
Yəni bunu testlərdə tez-tez salırıq, mən və digər həmkarlarım. Həmçinin də imtahanda da qarşınıza çıxa bilər. Səliqəli rəhləmək orta qrup rəsm fəaliyyətinə aiddir. Burada bəzi rəsmlər verilibdir və təbii ki, səliqəli rəhləməklə yanaşı bəzi rəsmləri tamamlamaq da yəni tapşırılır. Burada artıq müəyyən bir hissə verilib, digər hissəni tamamlamaq sizə tapşırılır. Təbii ki, rəngləyən zamanı bir sıra metodikalarda diqqət etmək lazımdır. Bunlar hansılardır? Məsələn, yuxarıdan aşağı, soldan sağa bu formada rəngləyəndə təbii ki, səliqəli olur. Uşaq təbii ki, qaydalara riayət etmədən rənglədikdə müəyyən qarışıqlıqlar yaranır. Belə ki, rəsm səliqəsiz alınır. Yəni cızılan xətlər səliqəsizlik yaradır ortada. Ona görə yəni onların istiqamətləri dəqiq müəyyən olunmalıdır. Daha sonra əsas burada nə oldu? Orta qrup rəsm fəaliyyətində oldu səliqəli rəngləmək. Və təbii ki, rəsmi tamamlamaq və onun da ki, belə deyək də, metodikası qeyd olundu. Keçirik böyük qrupa. Ən vacib olan, belə deyək də, mərhələlərdən biridir. Rəsmlərə də diqqət etsəniz, görərsiniz ki, burada uşaqlar rəng çalarlarına diqqət ediblər. Yəni, rəsmi necə gəldi rəngləməyiblər. Hər bir rəsmin müəyyən hissələrini düzgün şəkildə rəngləyiblər. Baxın, günəşi onlar artıq sarı rəngdən rəngləyib, buludları mavi, çayı mavi, ağaclar yaşıl, göy qurşaqların rəng seçiminə düzgün şəkildə riayət ediblər. Yəni artıq onlar rəngləri düzgün şəkildə istifadə etməyi bacarırlar. Hətta rəsmi A4 vərəqində necə yerləşdirmək lazım olduğunu da bilirlər. Onlar bilirlər ki, əgər rəsm böyükdürsə, onu yəni kağızda şaquli istiqamətdə yerləşdirmək lazımdır. Yəni hündürdürsə, kağızda yəni şaquli vəziyyətdə yerləşdirmək daha yaxşıdır. Yəni o artıq uşaqlar burada hətta belə bir testdə də tez-tez salırıq. Bilirsiniz nəyi? Deyir ki, rəsm qavrayışın formalaşmasına dekorativ rəsm, güllərin, nağıllar aləmindən quşların, qəsrlərin təsviri də kömək edir. Yəni bu cümlədə tez-tez düşə bilər. Bu da böyük qrup rəsm fəaliyyətinə aiddir. Əsas məsələ yəni rənglərin düzgün şəkildə yerləşdirilməsidir. Yəni laylarda düzgün şəkildə yerləşdirilir. Məsələn, uşaq kağızın aşağı hissəsində əşyaları düz xətt üzrə bir lay üzrə yerləşdirə bilir. Lakin kağız boyu bir neçə lay üzrə əşyaları yerləşdirməklə rəsmi daha mürəkkəb və gözəl etmək olur. Bu da belə. Daha sonra gəlirik məktəbə hazırlıq qrupunda rəsm fəaliyyətinə. Məktəbə hazırlıq qrupunda rəsm fəaliyyəti artıq qeyri-ənənəvi texnikalara keçmək deməkdir. Təbii ki, sizin yadınızda qalsın ki, qeyri-ənənəvi texnikalarından təbii ki, onlar çətin olduğuna görə bəzən düşünürlər ki, ancaq və ancaq böyük və məktəbə hazırlıq qruplarında təşkil etmək olar. Xeyr, əslində qeyri-ənənəvi texnikaları bütün yaş qruplarında yəni həyata keçirtmək olur. Sadəcə indi uşaqların belə deyək də, istifadə etmə baxımından çətin olduğu üçün ona görə çalışırıq ki, böyük qruplardan işləyək ki, yəni onlar düzgün şəkildə bu fəaliyyətləri yerinə yetirə bilsinlər. Yəni kiçik qrupdan başlayaraq bu texnikaların hamısı tətbiq oluna bilir. Birinci gəlirik barmaq rəngkarlığına. Rəsmdən də göründüyü kimi barmaq rəngkarlığında barmaqlardan və ovuc içindən istifadə olunur. Boya seçən zamanı kimyəvi qatqısız, təhlükəsiz boyalara üstünlük veririk. Ona görə ki, boya yəni ələ ziyan verə bilər, hər hansı allergik təsirlər göstərə bilər. Ona görə çalışırıq ki, boya seçən zamanı təmiz olsun. Daha sonra ovuculardan və barmaqdan istifadə edərək çox maraqlı rəsmlər həyata keçirdə bilirik. Daha sonra gəlirik ştamping texnikasına. Ştamping texnikası yəni hazır satılan ştamplar da var, amma özümüzün təşkil etdiyimiz ştamplar da var ki, rahat şəkildə, yəni istənilən, məsələn, hər hansı soğan olsun, sarımsaq olsun, yarpaq olsun, fərqi yoxdur. Həmin o hissəni biz rəhləyirik, tutaq yarpağın üstünü rəhləyirik, onu yapışdırırıq vərəqə. Daha sonra qaldıranda yarpağın izi düşür vərəqə. Bu yəni ştamping deməkdir. Bəzən ştampingdən digər indi qeyd edəcəyim bir texnika var. Onu qarışdırırlar. Təbii ki, monotopiyanı nəzərdə tuturdum. Monotopiyanı qarışdırırlar. Təbii ki, monotopiya onunla eynilik təşkil etmir. Az diqqət etsəniz, yəni aradakı fərqi görə bilərsiniz. Bu da belə.
Daha sonra gəlirəm puantilizm texnikasına. Puantilizm texnikası fransız dilində mənası nöqtə deməkdir. Yəni 85-ci ildə Fransada yaranıbdır. Burada rəng qarışımına yol verilmir və nöqtələrdən istifadə olunur. Yəni qulaq çöplərindən istifadə edərək nöqtələrlə rəsmlər çəkilir. Yəni rəsmdən də aydın olduğu kimi, yəni görürsünüz, rəng qarışımı yoxdur. Səliqəli formada qulaq çöplərindən istifadə edərək gözəl bir rəsm ortaya çıxardıblar. Çox maraqlı texnikadır. Təbii ki, bu da bunların demək olar ki, hamısı, yəni uşağın kiçik motorikasının inkişafına təsir göstərən texnikalardır. Daha sonra gəlirəm monotipiya texnikasına. Monotipiya texnikası adətən bu sual, yəni bu hissə testdə tez-tez düşür. Belə düşür ki, məsələn, çap qrafikasının xüsusi növüdür. Yəni çap qrafikasının növüdür və ya da Yunan dilində bir iz deməkdir və ya da qeyri-ənənəvi texnikalar arasında xüsusilə seçilir. Söhbət hansı texnikadan gedir? Təbii ki, söhbət monotipiya texnikasından gedir. Monotipiya texnikası belədir ki, kağız üzərində rəsm çəkilir və digər kağızı üst-üstə çevrilərək köçürülür. Yəni burada da göründüyü kimi bir rəsm çəkilibdir. Daha sonra isə qatlanıb növbəti hissəyə onun izi düşübdür. İzi, ona görə iz deyirlər buna Yunan dilində. Burada izi düşübdür. Biri tünd rəng olur, biri isə açıq rəng olur. Bəzən bunu ştamping texnikasından qarışdırırlar. Amma bir məsələ var ki, ştamping texnikasını vərəqə yapışdırırsınız, sonra qaldırırsınız. Burada isə rəngli hissəni digər vərəqə çevirirsiniz də, yəni biri tünd olur, biri açıq olur. Yəni fərq burada çox seçilir. Sadəcə diqqətli olmaq lazımdır. Daha sonra gəlirəm klyaskografiya texnikasına. Klyaskografiya texnikası demək, kağızın üzərinə bir damcı boya damızdırırsınız. Qatlayaraq sığayanda açdıqdan sonra da fırça ilə tamamlanır, yəni rəsm. İki versiyada edirik. Biri o versiya, bir də digər versiya kokteyl çöpündən istifadə edərək boyanı yayırıq. Bu formada boya yayılır və ortaya bir rəsm çıxır. Bir bu versiya, bir də digər, yəni o kağıza nöqtə qoyulur, qatlanır, sığanır, daha sonra açandan sonra fırça ilə də tamamlanır. Daha sonra gəlirəm fotokopiya texnikasına. Fotokopiya texnikası şam və sabun parçası ilə çəkilir. Ya şamdan istifadə edə bilərsiniz, ya sabundan istifadə edə bilərsiniz. Çəkirsiniz. Daha sonra istəsəniz rəhləyir, həmin o belə deyək də sabundan rəhləyə də bilərsiniz. Sonra artıq üstündən boyu ilə gedəndə altda çəkdiyiniz o iz çıxır üzə. Baxın, burada rəsmdə də qeyd olunubdur. Birinci rəsmdə göbələk çəkibdir. Üstünü rəngləyəndə artıq göbələyin o izi çıxır üzə. Digər tərəfdə də günəşdir, dənizə bənzər, yəni dənizə düşən belə deyək də hissəsi. Belə bir rəsmdir, qarışıq bir rəsmdir. Orada da o formada çəkilib və boyu ilə üstündən getdiyinə görə artıq nə olubdur? Altdakı rəsm üzə çıxıbdır. Daha sonra gəlirəm qrataj texnikasına. Qrataj texnikası çətindir. Adətən böyük və məktəbə hazırlıq qruplarında keçirilir. Qrataj texnikası maraqlıdır. Belə ki, hazır satılma versiyası da var. Özünüzün, yəni hazırlaya biləcəyiniz bir versiya da var. Hazır satılma versiyası, yəni kitab kimi bir şeydir. Qara formadadır. Özünün taxtası var. Cızırsınız. Altında hansı rənglərdən istifadə ediblərsə, o rənglər üzə çıxır. Amma biz əgər onu hazırlamış olsaq, belədir ki, cızma üsulundan istifadə olunur. Yəni qrataj ümumiyyətlə cızmaq deməkdir. Kardon üzərinə, yəni tüyd boyadan istifadə edərək kardonun üzərinə çəkirsiniz. Yəni əvvəlcə kağız mumla əvvəlcə kağız mum tabaşı ilə rənglənir. Kağız mum tabaşı ilə rənglənir. Daha sonra isə quaşdan örtülür. Birinci tabaşirdən, daha sonra isə üstündən quaşla örtülür. Sonra o quruyur, quruduqdan sonra cızılır. Cızanda artıq onun altında hansı rənglərdən istifadə olunursa, o üzə çıxır yəni. Və təbii ki, burada da göründüyü kimi fərqli məsələn, tabaşirlərdən istifadə elədiyinə görə üstündə də təbii ki, quaşla örtülür. Cızandan sonra görün necə fərqli rənglər çıxıb ortaya. Təbii ki, quaşın altından hansı tabaşirlərdən, hansı rəngli tabaşirlərdən istifadə olunubsa, o formada yəni üzə çıxır. Daha sonra keçirik aplikasiyaya.
Aplikasiya latın dilində birləşmə deməkdir. Aplikasiya adətən hər hansı bir fon kimi kardondan, qalın kağızdan, taxtadan, yəni istifadə edə bilərik. Yapışdırmaq üçün isə yəni vəsaitlər kağızdır, yəni parçalardır, parça qırıntılarıdır, kardondur, saman çöpləridir, qurumuş yarpaqlardır, güllərdir, toxumlardır. Yəni biz bunlardan istifadə edərək müxtəlif aplikasiya işləri həyata keçirdə bilərik. Aplikasiya özü ikinci kiçik qrupdan başlayır. Demək, bu yaş dövründə uşaqlara qayçı verilmir, ya onlara hazır hissələr verilir. Yəni müəllim gətirir hazır hissələri, uşaqlar da onlardan istifadə edir. Bu dövrdə, yəni bu yaş dövründə əsas məsələ uşaqlara cırmadan istifadə edərək öyrətməkdir. Çünki qayçı onlar üçün təhlükəli olduğu üçün uşaqlara cırma üsulundan istifadə edirlər. Yəni uşaqlara öyrədilir ki, cırma üsulundan istifadə edərək müxtəlif aplikasiya işləri həyata keçirsinlər. Və ya da ki, hazır şəkildə müəllim gətirə bilər. Yəni əsas testlərə düşən məqam budur, yəni. Keçirəm hansı hissəyə? Keçirəm orta qrup aplikasiya. Orta qrup aplikasiya isə burada nələr baş verir? Burada artıq uşağa qayçı verilir. Kəsim üçün qayçı verilir və qayçının necə işlətmə metodikası öyrədilir. Yəni uşağa öyrədilir ki, baş barmaq qayçının yuxarı hissəsində yerləşir, iki barmaq qayçının aşağı hissəsində yerləşdirilir və orada müxtəlif, belə deyək də, xəttlər çəkərək uşağa necə kəsmək lazım olduğunu, yəni öyrədilir. Biz ikinci kiçik qrupda uşağa qayçı vermədik. Amma orta qrupda isə ona qayçı verdik və qayçı verdiksə, təbii ki, onun kəsim metodikası da öyrədilməlidir ki, təbii ki, onlardan necə təhlükəsiz davranmaq lazımdır, necə etmək lazımdır ki, qoruna bilsinlər. Təbii ki, bu kimi məlumatları verdikdən sonra da qayçının tutma qaydası öyrədilir. Ən vacib olan məqamlardır. Çünki qayçı ilə yeni tanış olan uşaqlar müəyyən problemlər yaşaya bilərlər. Ona görə əvvəlcədən xəbərdarlıq etmək şərtdir. Keçirəm böyük qrupa. Artıq böyük qrupda bu prosesin dairəsi genişlənir. Belə ki, uşaqlara rəsmlərdən də yəni göründüyü kimi simmetrik kəsim öyrədilir. Uşaqlar müxtəlif simmetrik hissələri qayçının vasitəsi ilə kəsirlər. Məsələn, orada kitab kimi hissələr var, orada müxtəlif yolka var, müxtəlif kəpənək var. Qayçının vasitəsi ilə, yəni kağızı qatlayırlar, qayçı vasitəsilə də kəsirlər. Yəni simmetriya anlayışı öyrədilir. Böyük qrupda simmetriya anlayışı öyrədilir. Daha sonra isə tüklü faktura hazırlanması məhz böyük yaş qrupuna aiddir. Tüklü faktura nə deməkdir? Yəni burada qayçıdan istifadə olunmur, ancaq barmaqlardan istifadə olunur. Yəni əlləri ilə kağızı tuturlar, digər əlləri ilə də kağızı hissələrə ayırırlar, sonra da yapışdırırlar. Yəni bu tüklü fakturalardan da göründüyü kimi burada sanki cırmadan istifadə ediblər. Biraz didik kimidir də, yəni qayçı istifadə olunmadığına görə biraz qarışıq, nahamar kəsilmiş versiyadadır. Burada məsələn balığın tüklü fakturası var, göbələyin tüklü fakturası var. Yəni sonra toyuğun tüklü fakturası var. Yəni bunları artıq belə deyək, testlərdə görəndə düşünürəm ki, rahat şəkildə tapa biləcəksiniz. Tüklü fakturadır, simmetriya anlayışıdır, böyük qrup aplikasiyaya aiddir. Daha sonra gəlirik məktəbə hazırlıq qrupuna. Məktəbə hazırlıq qrupunda təbii ki, aydın məsələdir ki, uşaqlara sərbəstlik verilir, uşaqlarda söz aparıcı rol oynayır. Yəni digər qruplardan fərqli olaraq burada artıq kəsim texnikasında köməyə ehtiyac duymurlar. Onlar artıq yaradıcılığını sərbəst özləri, yəni ifadə edə bilirlər. Fəaliyyət zamanı təbii ki, uşaqlar bir-birinə dəstək ola bilir. Amma ki, yəni böyüklərdən o qədər də dəstək almırlar. Artıq yəni uşaqlar sərbəst şəkildə qayçıdan istifadə edə bilirlər. Təbii ki, fərdi iş zamanı müəllim təlimat verir, məsləhət verir, hər hansı göstərişlər verir, bu öz yerində. Amma təbii ki, bu yaş dövrü ən çox yəni uşaqların sərbəst olduğu bir yaş dövrüdür. Demək, gəlirik yapma fəaliyyətinə. Yapma fəaliyyəti birinci kiçik qrupdan başlayır.
birinci kiçik qrupdan başlayır. Bu yaş dövründə uşaqlar yenə də müəllimin fəaliyyətini izləyir. Burada müəllimin göstərişi ilə uşaqlar həmin o fəaliyyətləri təkrarlamağa başlayırlar. Belə ki, bu yaş dövründə adətən fəaliyyət nisbətən rahat olur. Yəni uşaqlar müxtəlif belə deyək, kalpasa, top, müxtəlif alma, göbələk hissələri hazırlaya bilirlər. Yəni daha çox bir hissəli belə deyək, nələrsə əşyalar yəni hazırlaya bilirlər. Məsələn, kalpasanı hər hansı plastilini əlinlə belə deyək, bir-birinə sürtərək nazik bir uzun kalpasa hazırlaya bilir. Hər hansı bir hissəsiz və ya da topu yumurlayaraq top hazırlaya bilir. Həmçinin alma. Yəni ki, burada adətən yapışdırma hissələri çox az olur. Yəni ki, keçirmə müddəti 10-12 dəqiqədən də çox olmamalıdır. Əsas yəni vacib olan məqamlar bunlardır. Daha sonra gəlirik ikinci kiçik qrupa. Artıq ikinci kiçik qrupda uşaqlar müəyyən biliklərə, bacarıqlara sahib olurlar. Daha sonra burada digər birinci kiçik qrupdan fərqli olaraq burada artıq hissəli işlər həyata keçirdirlər. Məsələn, hər hansı belə deyək, burada böcək görürsünüz. Bir böcəyi yumurlayır, onun qarın hissəsini hazırlayır, daha sonra ayaqlarını hazırlayır və həmin o hissələri birləşdirir. Yəni yadınızda saxlamaqdan ötürü də elə bu böcəyi yadda saxlayın şəkildə. Daha sonra aşağıda görürsünüz, keks hazırlayıbdı. Daha sonra kök var. Burada artıq hissələr var. Yəni uşaq o hissələri birləşdirə bilir. Baxın, yuxarıda birləşdirə biləcək, məsələn, hər hansı kalbasadır, topdur, almadır, göbələkdir, halqadır. Burada hər hansı birləşdirəcək bir hissə yoxdur. Bir dənə hissəli nə hazırlayır? Hər hansı bir əşya hazırlayır. Amma burada isə hissələr var, artıq 2-3 hissə. Məsələn, kökü hazırlamaq üçün 2 dənə hissədən istifadə edir. Həm narıncı hissə, həmçinin də yaşıl hissə. Və burada böcək hazırlamaqdan ötürü onun ayaqlarını da hazırlayır. Burada artıq hissələr artır, yəni bir neçə hissələr yaranır ki, uşağa yapışdırmaq vərdişləri öyrədilir. Amma birinci kiçik qrupda isə daha çox onun motorikası üzərində işləyirdi. Yəni yapmada plastilinlərin daha çox ovucun içində belə deyək də məşqi, hərəkəti yəni daha çox ön planda olurdu ki, yəni uşaq hər hansı plastilindən yumru, top düzəldə bilsin, hər hansı kalpasa hazırlaya bilsin, daha çox kiçik motorikanın inkişafına yönəlmişdi. Amma orta qrupda isə artıq hissələr artmağa başlayır, ən əsası isə yapışdırma məsələsinin üzərində dayanırlar. Daha sonra gəlirik orta qrupda yapma. Bu qrupda isə əsas məsələ, yəni hər hansı formaya deyil, daha çox hərəkətlərə yönəlməsi olur. Məsələn, burada da şəkildə göründüyü kimi quşun hissələrini yaradırlar. Ayağını, başını, qanadlarını, quyruğunu. Burada artıq əsas məsələ o olur ki, quş başını aşağı əyir, su içir, quş başını aşağı əyir, yem yeyir. Yəni quşun hərəkətini formalaşdırmağa çalışırlar. Yəni orta qrupda əsas forma deyil, əsas hərəkət anlayışı üzərində dayanırlar və ən əsası isə testlərdə ən çox düşən azad mövzuda yapma işi orta qrupda xüsusilə yer tutur. Bu cümlə ən çox istifadə olunan, ən çox qarşınıza çıxa biləcək cümlədir. Bu isə orta qrup yapma fəaliyyətinə aiddir. Daha sonra gəlirik nəyə? Daha sonra böyük qrupda yapmaya. Böyük qrupda yapma isə artıq burada bilək sümüklərinin bərkiməsi prosesi başlayır. Kiçik və böyük əzəllər bərkiyir. Buna görə də gil işi daha da mürəkkəb xarakter almağa başlayır. Burada artıq uşaqlara belə bir təsəvvür yaranır ki, uşaq qaçır, it də onun arxasınca qaçmağa çalışır və beləcə belə bir yapma işi ortaya çıxır. Yəni bir itin hissələrini yaradırlar, başını, ayaqlarını və onu belə deyək də tam olaraq yaratmağa çalışırlar. Necə ki orta qrupda hər hansı bir hərəkətliyə daha çox önəm verdilər. Burada da yenə də hərəkətlik öz yerində qalmağa davam edir və uşaq qaçır, it də onun arxasınca qaçır mesajını verən bir fiqur yaradırlar. Daha sonra isə bu qrupda naturadan istifadə olunur. Yəni uşaqlar qruplara bölünür
yəni kiçik qruplara bölünür. Hər bir uşaq əşyanı əlinə götürür, onun formasını, ölçüsünü təyin edir və onu belə deyək də hazırlayır. Məktəbə hazırlıq qrupunda yapmada artıq iş dairəsi genişlənir, fərqli xarakter almağa başlayır. Yəni uşaqlar azad mövzuda yapma işi üçün uşaqlar özləri mövzu seçirlər. Məsələn, orta qrupda nə idi? Orta qrupda o idi ki, uşaq, yəni azad mövzu xüsusi yer tuturdu. Amma burada isə artıq azad mövzuda onlar yəni özləri mövzu seçməyə başlayırlar. Bu yaş dövründə yəni uşaqlar insan hazırlamaq onlar üçün, yəni insan fiquru hazırlamaq onlar üçün çətin olur. Ona görə müəllim qeyd edir ki, qızlar necə geyinir, oğlanlar necə geyinir, daha çox onların geyiminə diqqət yönəltməyə çalışır və bir də ən əsası isə bu dövrdə yəni hərəkədə, yəni uşaq xizəkdə sürür, üzr istəyirəm. Uşaq xizək sürür, onun bədəni, başı biraz önə əyilir, dizi qatdalanır, qabağa əyilir, digər ayağı arxada olur. Yəni onun hərəkətinə belə deyək də, hərəkətlərini artıq yapma formasında çəkməyə çalışır. Daha sonra gəlirəm nəyə? Quraşdırmaya. Quraşdırma fəaliyyəti birinci kiçik qrupdan başlayır. Bu yaş qrupunda artıq uşaqlar bloklardan istifadə edirlər. Yəni onlar taxtadan, plastikdən hazırlanmış müxtəlif rəngarəng belə deyək, materiallardan istifadə edirlər. Təbii ki, burada artıq uşaqlar az hissəli fiqurları üst-üstə yığırlar. Məsələn, hər hansı iki blok formasından istifadə edirlər, kubdan, kərpicdən. Onları üst-üstə yığaraq müxtəlif belə deyək, işlər həyata keçirdirlər. Yəni birinci kiçik qrupda quraşdırmanın mexanizmi çox sadədir. Yəni şəkillərdən də zaten görürsünüz ki, yəni üst-üstə yığılıbdır. Elə də böyük fiqurlar yaratmırlar. Artıq ikinci kiçik qrupda isə bunun dairəsi genişlənir. Belə ki, 4-5 kərpicdən ibarət, kərpic və kubdan ibarət belə deyək də fiqurlar hazırlayırlar. Onları bir-birinə keçirdərək müxtəlif hasarlar, müxtəlif mebellər, yəni qatar hazırlayırlar. Müxtəlif belə deyək də vasitələr həyata keçirdirlər, vasitələr hazırlayırlar. Şəkildən də onsuz yəni görünür. Baxın, üst-üstə keçirmələrdən daha çox istifadə edirlər. Ən əsası isə yəni burada artıq blokların sayı da nisbətən artır. Gəlirik orta qrupa. Orta qrupun təsir dairəsi daha genişdir. Ən əsası isə kağızdan yəni quraşdırma edilir. Yəni orqamidən istifadə olunur. Orqami yəni qatlanmış kağız deməkdir. Yapon dilindən götürülmüşdür. Çində, yəni onun tarixi Çinə gedib çıxır. Orqami yəni ağ kağız incəsənəti deməkdir. Yəni onun istifadə qaydası, hazırlama qaydası odur ki, nə artıq kağız əlavə olunur, nə də ki kağız çıxarılır. Burada yəni qayçıdan istifadə olunmur. Qatlama üsulundan istifadə olunur. Hətta Friedrich Frebel, yəni uşaq bağçalarında uşaqların zehnini inkişaf etdirmək üçün orqami məşğələlərinin keçirilməsini təklif edibdir. Ona görə ki, orada uşaqlar yəni həndəsə fiqurları öyrənə bilirlər. Çünki orqamini qatdalayanda müxtəlif həndəsə fiqurlar yaranır. Bu da onun üçün çox faydalıdır. Bir də orta qrupda əsas materiallardan biri də təbii materiallardır. Yəni uşaqlar müxtəlif qozalardan, küknar ağacının qabıqlarından, budaqlarından, samandan, daha sonra qozalardan müxtəlif fiqurlar hazırlayırlar, müxtəlif maketlər hazırlayırlar. Bu da yəni orta qrup üzr istəyirəm, quraşdırmaya aiddir. Orta qrup quraşdırma fəaliyyətinə aid olur. Daha sonra gəlirik böyük qrupda quraşdırma. Böyük qrupda quraşdırma artıq burada onun belə deyək də sistemi dəyişir. Yəni burada həcmli əşyaları artıq sxemlər əvəz edir. Ən çox testlərdə düşən cümlədir və ən əsası isə burada quraşdırma fəaliyyəti nisbətən mürəkkəbləşməyə doğru gedir. Yəni 3 maşın yerləşən qaraj tikilir, 2 mərtəbəli evlər tikilir. Daha çox hərəkətliliyi olan konstruksiyalara üstünlük verilir. Məsələn, təkərlər, açılan, bağlanan pəncərələr, yəni hərəkətli hissələrə daha çox üstünlük verilir. Daha sonra gəlirik məktəbə hazırlıq qrupunda quraşdırma.
Bu qrupda, yəni quraşdırmada artıq uşaqlara sərbəstlik verilir. Yəni uşaqlara müxtəlif körpü rəsmləri, yəni şəkilləri göstərilir. Uşaq yəni hansını istəsə, onu seçib həmin belə deyək də şəkilə uyğun quraşdırmalar həyata keçirdə bilir. Müəllimlər, dərsimiz bu qədər. Ümid eləyirəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.